Belə ATV rəhbərliyindən də artıq gəlib, xəbər gəlib. Artıq o da təbii ki, açıqlamalar verib ki, Zaurun verilişi bağlandı. Zaur, hansı Zaur? Nəboğlu. Təmizlənir, efirlər təmizlənir, bir dalğa var, gedir. Tolikdən sonra Zaur Nəboğlunun verilişi dayandırılıb. İstinad, mən Azad Azərbaycan açıqlama verib, Yeni Sabahda götürüb bunu ictimailəşdirib, paylaşıb. Azərbaycanın televiziya məkanında reytinqli verilişlərin artışına bağlanması ilə bağlı gərginlik davam edir. Reytinqli verilişlər. Onlar benim reytinqli idi. İnsanlar otururdu, baxırdı ki, TV-lərə az adam baxır da, bilirsiniz. 60, 70, 80, 90 yaş həddini yaşayanlar insanlar baxır da. İndi onların da zövqünü nə oxşayırdı? Dedikodu, onu söyürdü, bu bunu söyürdü, o onu təhqir edirdi. Zaur Nəboğlunda bir qəribə bir belə dayanıb bir sual verməsi var idi. Nə bilim, qıcıqlandırması var idi müğənni xanımları, ən çox müğənni xanımları. Çünki kişilər tərk edirdi. Kişi müğənnilər heç. Onlar papaqlarını da, pencəklərini də götürüb çəkiliblər gizlin bir yerə. Çünki onlar mübarizə apara bilmir. Nə aparıcılarla, nə müğənni qadınlarla. Təbii ki, hamına yox, bəzilərinə son vaxtlar belə aktivləşənlərdən. Bəli, televiziyanın rəhbərliyi deyib ki, Zaur Nəboğlunun da verilişi dayandırılıb. Amma bir aydan, 2 aydan sonra, yenə də deyirəm, papağınız dəyişsə də özünüz dəyişmirsiniz. Libasınız dəyişsə də, əlbisəniz dəyişsə də, yenə də özünüz qalırsınız. Siz düşünürsünüz ki, ya, biraz çalışırsınız ki, insanlar sakitləşsin, o qıcıqlar biraz aşağı insin. Yəni, insanlarda bir qıcıqlanma var da sizlərə qarşı. Yenə də edəcəksiniz. Yenə də bunlar qayıdacaq. Yenə də o küçə jargonlarını efirə gətirəcəklər. Küçə sözlərini efirə gətirəcəklər. Yuxarıdan aşağı baxacaqlar. O paketlər var. 5.000, 10.000 paket verib, gəlib verilişə dəvət olunub. Onlara yenə də yuxarıdan aşağı baxacaqsınız. Yenə də onlara ironiyadan sual verəcəksiniz. Yenə də onlara ironiyadan yaxınlaşacaqsınız. Sarə Səfura nə deyirsə düz deyir.